Dünyaca məşhur nəşrdən şok bir iddia Birləşmiş Ərəb Əmirliyi İranı gizli şəkildə bombalayıb deyir. Bəli, Wall Street Journal ötən gün məhz yazır ki, Birləşmiş Ərəb Əmirliklərini münaqişənin ilk gündən etibarən İran ərazisinə qarşı onlarla gizli hava əməliyyatı həyata keçirib. Qəzet həmçinin bildirir ki, Əbu-Dabi bu müddət ərzində hərbi iştirakını məhz rəsmi olaraq elan eləməyib və sözü gedən hesabat Birləşmiş Ərəb Əmirliyinin münaqişədə mümkün birbaşa roluna dair ən geniş yayılmış iddialardan biri hesab olunur. Qeyd eləyək ki, hesabatda yer alan məlumatlarla bağlı Birləşmiş Ərəb Əmirliyi rəsmilərinin mövqeyi və rəsmi təsdiqi barədə isə əlavə hər hansı bir məlumat verilməyib. Qeyd eləyək ki, məhz bu cür məlumatların isə məhz ilk olaraq Amerikanın Səsi qəzeti tərəfindən yayılıb və qeyd eləyək ki, müharibə bitməsinə baxmayaraq və ölkələr arasında bir-birinə qarşı hücumlar hələ də davam eləməkdədir.